Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham verilib. Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. Noyabrın 29-da Əli Kərimlinin evində axtarış aparılıb. Oktyabrın 14-də Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barəsində cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.